Bəli, yardımımızı yekunlaşdırıb. Ora qalxma da. Gəl dedi. Gəl. Bu Firuzə xanımındır, o birisi Zirqanatın. Bagajı açın, bırak bagajı. Deməli, əziz izləyənlər, biz bir yardımımızı verdik. İndən sonra 2 dənə ailə bizi gözləyir. İndi gedirik Seyfalı kəndinə 2 dənə yardımımızı göstərməyə. İzləmədə qalın. Salam dəyərli izləyicilər, Çınar TV-nin efirindən hər kəs xoş gördük. Bizim yardım işlərimiz davam edir. Dəyərli qardaşların dəstəyi ilə təbii ki, Kərəm qardaş, Vüqar qardaş və mən iş başındayıq yenə. Şəmkir rayon Seyfalı kəndindəyik. Yaxınlaşacaq inşallah bir ailəyə yardımı təqdim eləməyə və onu deyim ki, 2-ci ailədə bayaq 71-ci ailəyə, indi 2-ci ailədə yaxınlaşıb yardım verəcəyik. Deməli, əziz izləyənlər, Bəhman qardaşdan bu gün 3 dənə ailəyə biz yardım artıq birincisini vermişik, ikincisinə doğru yola düşürük. Bundan sonra da bir dənə ailə var. Buradan dönürsən. Gedirik yəni yardımımızı verməyə. İndən sonra bu ikincidir. Bundan sonra üçüncündən verəcəyik, yəni yardımımızı tamamlayacaq inşallah. Hələlik izləmədə qalın. Bir daha salam dəyərli izləyicilər. Biz gəldik Seyfalı kəndində, həmin ünvana gəlmişik. Şəmkir rayon Seyfalı kəndinə. Deməli dəfələrlə gəlmişik bu ailəyə, yenə də gəlməliyik. Salam. Allahın izni ilə təbii ki, qardaşların dəstəyi ilə. Gəldiyimiz deməli ünvanda bir xala yaşayır. Allah şəfasını versin. Yoldaşı da xəstədir, özü xəstədir. Gəlmişik dəyərli qardaşların dəstəyi ilə gəlmişik yardımı çatdırmağa. Allah onlara kömək olsun, Allah ruzilərini versin. Allah onları var eləsin. Kələm buyur sən də. Deməli, biz Seyfalı kəndinə gəlmişik. Bu xanımın həqiqətən də ehtiyacı var. Sağ olsunlar ki, yəni bunu göndərənlərdən Allah razı olsun ki, göndəriblər. Biz də almışıq. Deməli, bu ikinci yardımımızdır. İndən sonra bir dənə də yardımımız var. İndi gedirik ikinci yardımımızı verməyə. Artıq gəldik, ünvana çatdıq. Gedirik yardımı verməyə. Orada. Deməli, əziz, gözəl izləyicilərimiz, sağ olun ki, yəni yardımı siz pul göndəribsiniz, biz də əlimizdən gələni eləmişik. Deməli, ikinci yardıma ehtiyacı olan ailəyə gəlmişik. Üzünü çəkməyəcək. Yəni özü də yəni, ürək sözlərini desin, yəni kart nömrəsini, telefon nömrəsini yəni qoyacaq. İndi isə yəni onu eşidin, yəni sözünüz. Nəsə bir sözünüz varsa deyin. Allah köməyinizdə dursun atam. Allah sağ eləsin. Birə min versin Allah Taala. Nə qədər belə mənəm deyən oğlanları min putaq eləsin. Allah sizə. Onların qazancı artıq olsun. Arada bizə də görün baxım eləsinlər. Allah köməklərində olsun. Deməli, ünvanımız Seyfalı kəndi. Ərazinin adı nədir? Aşağı Seyfalı. Aşağı Seyfalı ərazisi. Nömrəsini qeyd eləyəcək. İnşallah kimin 5-dən 3-dən nəyə gücü çatır, karta, yəni nömrəyə əlaqə saxlasın, yəni köməkli eləsin. Bu qədər. İndi artıq düşürük 3-cü ünvanımıza doğru yola çıxırıq. Sağ olun, izləmədə qalın. Deməli, axşamın xeyir. Biz artıq gəldik 3-cü yardıma. 2 dənə yardımımızı verdik. 3-cü yardımımız yenə Seyfalı kəndidir. Artıq indi gedirik ailəyə doğru. Bu ailənin həqiqətən də ehtiyacı var yardıma. Bu yardımı verməyə gedirik. Əlimizdən gələni eləmişik. Allah'ım. Deməli, kimin nəyə gücü çatırsa, yəni yardım eləyə bilər. Bu ailənin həqiqətən də ehtiyacı var. Artıq 3-cü yardımımızı gedirik verməyə.